Bağlayıcı mövzusunun izahına baxırıq. Deməli, demişdik ki, bağlayıcı köməkçi nitq hissəsidir və köməkçi nitq hissəsi olduğuna görə bağlayıcının yalnız qrammatik mənası var, leksik mənası yoxdur. Suala cavab vermir, cümlə üzvü olmur. Və bağlayıcı adından göründüyü kimi cümlələri və cümlə üzvlərini bunları bir-birinə bağlayır. Yəni həm cümlələri, həm cümlə üzvlərini və cümlə üzvləri deyəndə bunun tərkibində sözlər də gedir, söz birləşmələri də gedir. Çünki həm söz, həm də ki söz birləşməsi cümlə üzvü olur. Deməli, bağlayıcı cümləni və cümlə üzvlərini, yəni içinə də daxildir, sözləri, söz birləşmələrini bir-birinə bağlayır. Və bağlayıcıyı biz sintaktik vəzifəsinə görə iki qrupa bölürük. Bu testlərə düşənlərdəndir. Dimin test toplusunda çaşdırıcı bir hissə var. Yazıb ki, leksik mənasına görə iki yerə bölünür. Səhvdir. Çünki bağlayıcının leksik mənası olmadığına görə biz onu leksik mənasına görə iki qrupa bölə bilmərik. Deməli, sintaktik vəzifəsinə görə. Bu nə deməkdir? Sintaktik ümumiyyətlə biz sintaksisdə nəyi öyrənirik? Söz, birləşməsi, cümlə üzvləri bunlar öyrənilir. Deməli, bağlayıcı da söz birləşmələri, yəni cümlə üzvlərini, daha sonra cümlələri bir-birinə bağladığına görə biz deyirik ki, sintaktik vəzifəsinə görə. Yəni, sintaktik vəzifəsinə görə iki qrupa bölündü. Cümlə üzvləri və cümlələri bağlama məsələsinə görə. Biri var tabisizlik bağlayıcıları, bir də var tabirlik bağlayıcıları. Bunların fərqi nədədir? Tabisizlik bağlayıcıları adından göründüyü kimi tabisizdir. Yəni, həmcüs üzvləri, sonra sözləri, tabisiz mürəkkəb cümlələri bir-birinə bağlayır. Deməli, söz birləşməsi, cümlə. Cümləni də yəni tabisizlik cümləsini bir-birinə bağlayacaq. Tabirlik bağlayıcıları amma yalnız cümləni bir-birinə bağlayır. Bax, bu əsas fərqimizdir. Tabisizliklə tabirliyin fərqi nədədir? Tabirlik yalnız cümləni bağlayacaq, tabisizlik sözləri və söz birləşmələrini də bağlayır. İndi isə tabisizlik bağlayıcılarının növlərinə baxırıq və bu bağlayıcının növlərini əzbər şəkildə bilmək lazımdır. Tabisizlik bağlayıcılarına birinci olaraq birləşdirmə bağlayıcıları aiddir. Birləşdirmə bağlayıcıları və bir də ilə bağlayıcısıdır ki, bunlar olacaq birləşdirmə bağlayıcısı və ilə. Bunlarla bağlı vacib qeydlər nəyi yadda saxlayırıq və həm cümləni, həm də ki sözləri bir-birinə bağlayır və ya söz birləşmələri bunlar bağlayacaq. İlə isə yalnız söz və söz birləşmələrini bir-birinə bağlayır. Cümləni bağlaya bilməz. Söz birləşməsi. Bunlar bağlayır. Yadda saxlayırıq ki, ilə cümləni bağlaya bilməz. Bilməz. Bu qaydamız vacibdir. Tutaq ki, mən evə getdim və dostlarım da getdi. Tutaq ki, belə bir cümlə qursaq, mən evə getdim bir cümlə, dostlarım da getdi bir cümlə. Burada artıq cümləni bir-birinə bağladı. Amma biz ilə ilə bunu eləyə bilmirik. Vənin amonimliyi yoxdur və yalnız bağlayıcı olacaq. İlənin amonimliyini qoşmada keçmişdik. Dedik ki, iləni əgər və ilə əvəz eləyə biliriksə bağlayıcıdır. Tutaq ki, mənlə bacım görüşdük. Mən və bacım görüşdük. Burada laləni və ilə əvəz eləyə biliriksə, deməli bağlayıcıdır. Sadəcə burada nəyə diqqət eləyək? Testlərdə ən çox düşən məqamlardan biri. Və ilə əvəz eləmək istəmiz rahatdır. Tutaq ki, kitabla dəftər stolun üstündə idi. Kitab və dəftər stolun üstündə idi deyə bilərik. Amma fırça ilə çəkirdi desək, fırça və çəkirdi olmaz. Deməli, orada qoşmadı. Bu isə problem yaratmır. Amma testlərə düşən cümləmiz bax bu tip hissələrdir. Mənlə bacım görüşdük. Bir də düşür ki, mənlə bacım görüşdü. Bacım görüşdü.
Bax, burada feillərinə diqqət eləyək. Çünki biz mən və bacım görüşdə uyğun gəlmiş. Burada həm də görüşdə olanda xəbər bacıma aiddir. Deməli, buradakı Lalə nədir? Qoşmadır. Amma ki, mənlə bacım görüşdük deyəndə, yəni xəbər düzəmdə olduğuna görə söhbət deməli 2 nəfərdən gedir. Mən və bacım görüşdük. Burada da artıq bağlayıcı olacaq. Testlərdə qabağımıza çıxır bundan bağlı hissəmiz. Yəni biz feilə diqqət eləməliyik. Feil bir şəxsə aiddirsə, tutaq ki, bacım görüşdü, 3-cü şəxsdir. Amma görüşdük birinci şəxsin cəmidirsə və deməli burada 2 dənə ən azı xəbərdən söhbət, mübtədadan söhbət getməlidir və ya biz söz olmalıdır. Yəni mənlə bacım görüşdük. Yəni biz görüşdük anlamında. Sonra bunu bildik. Daha sonra bağlayıcı növlərində qarşılaşdırma bağlayıcıları var. Qarşılaşdırma bağlayıcılarına aiddir. Amma, ancaq, lakin, fəqət, isə, halbuki. Deməli, qarşılaşdırma bağlayıcılarında bir zidlik olur, yəni əks məna ilə gedir. Evə getdim, amma onu görmədim. Bax, bu tip hissələrlə olacaq. Və qarşılaşdırma bağlayıcılarda daha çox bir-birinə sinonim gedir. Yəni, biri digərinə əvəz eləyə bilir. Və burada halbukiyə diqqət eləyək, bu quruluşda mürəkkəbdir, digərləri sadədir. Ammonimliklərdə biz burada hansında gördük? Ancaq sözünün ammonimliyi var. Bunu dəftərə qeyd eləyək. Ancaq bir bağlayıcı ola bilər, bir də ədat ola bilər. Bağlayıcının 3-cü növünə isə bölüşdürmə bağlayıcılara aiddir. Bölüşdürmə bağlayıcılarda olacaq ya da, ya da ki, və yaxud. Gah da, istərsə də. Bunlar olacaq bölüşdürmə bağlayıcıları. Bölüşdürmə bağlayıcılarında da yanın ammonimliyini görürük. Ya bir nida ola bilər, çağırış nidası kimi, tutaq ki, deyirik ya əli məsəl üçün. Bir də bağlayıcı ola bilər. Fərqi də yenə çox rahatdır. Əgər təkrarlanırsa, bağlayıcıdır. Məsələn, deyirəm, ya sən gəl, ya bacım. Burada artıq bağlayıcı olacaq. Daha sonra bağlayıcının digər növü iştirak bağlayıcılar olacaq. İştirak bağlayıcıları həm də dadə, həm dəkini də əlavə eləyə bilərik, eyni şeydir. Sonra hətta, ha belə, o cümlədən, o sıradan, nəinki, eləcə də, bir də dadə. Bunlar da olacaq iştirak bağlayıcıları. Burada da ammonimliyi biz nədə görürük? Hətta da görə bilərik ammonimlik. Hətta həm bağlayıcı var, həm də ədat var. Fərqi odur ki, bağlayıcı olanda həmcins üzvlərlə işlənir. Məsələn, deyirəm ki, kitab, dəftər, qələm, hətta çantada aldıq. Burada artıq nə ilə işləndi? Həmcins. Həmcins üzvlərlə işlənirsə bağlayıcıdır. Qalan hallarda ədatdır. Deyirəm, hətta evə də gəlmədi. Burada artıq ədat olacaq. Sonra bir də ammonimlik dadədə olacaq. Deməli, dadənin ammonimliyində də yenə necə tapırıq? Əgər dadə sadalanırsa bağlayıcıdır. Bir də ədat. Qalan hallarda ədat olacaq. Məsələn, sadalanma nə deməkdir? Tutaq ki, deyirəm ki, mən də gəldim. Bura mən əlavə eləyə bilirəm. Tutaq ki, mən də, bacım da, nənəm də, xalam da gəldik. Tutaq ki.
Artıra biliriksə bağlayıcı. Deyirəm kitab da al. Artırsam ki, kitab da al, dəftər də al, qələm də al. Artıq biz bunu götürürük bağlayıcı. Amma desəm ki, evə gəl da, dərsə bax da, bu formada deyəndə ədat olacaq. Sonra inkarlıq bağlayıcısı var. İnkar bağlayıcısı olacaq nə, nə də, bir də nə də ki var, eyni şeydir. Yenə amonimlik biz nə də görürük. Nə əvəzlik var. Bağlayıcı var. Bir də ədat var. Fərqləri də necə olacaq? Əvəzlik olanda bildiyimiz kimi sual verir. Deyir ki, nə alsın və ya nə aldı? Sual məzmunda işlənir. Bağlayıcı olanda təkrarlanır. Məsələn, nə gəldi, nə getdi şəklində deyə bilərik. Ədat olanda necə ilə əvəz etmək olar? Deyirəm ki, nə gözəl havadır. Necə gözəl havadır deyə bilərik. Sonra inkar bağlayıcısından bağlı qeyd olaraq yazaq ki, inkar bağlayıcısı olan cümlənin xəbəri təsdiqdə olmalıdır. Məsələn, nə oxumur, nə yazmır desək, bu səhvdir. Cümləmiz belə olmalıdır ki, nə oxuyur, nə yazır. Yəni, xəbər mütləq şəkildə təsdiqdə olmalıdır. İnkarda ola bilməz. Bu oldu inkarlıq bağlayıcısından bağlı. Daha sonra var aydınlaşdırma bağlayıcıları. Aydınlaşdırma həm tabelidə var, həm tabisizdə var. Tabisizdə olacaq yəni ki, məsələn. Amonimlikdə yəni də bağlayıcısının amonimliyi var. Yəni həm bağlayıcı ola bilər, həm də ədat ola bilər. Fərqi də necədir? Bağlayıcı olanda nə isə izah edir. Məsələn, deyirəm ki, qoşmanı, yəni köməkçilik hissəsini keçdik. Nə isə sanki izah edir, aydınlaşdırır. Amma ədat olanda sual məzmunundan gedəcək. Məsələn, deyirəm ki, yəni evə getmədi və ya gəldi, bu şəkildə deyə bilərik. Burada artıq ədat olacaq. Fərqi də buradadır. Sonra tabisizlik bağlayıcıları bitdi. İndi başlayırıq tabilik bağlayıcılarına. Tabilik bağlayıcısının 4 növünü keçirik ki, birinci başlayırıq səbəb bağlayıcıları. Bunu qoşma ilə qarışdırmayaq. Səbəb qoşmaları üçün ötürü görədir, bir də əsasən istinad olaraq gedəcək. Amma səbəb bağlayıcısı çünki ona görə ki, o səbəbə ki, ondan ötürü ki, buna görə də, onun üçün ki, və s. artıra bilərik, yəni bu tip gedəcək. İkinci gələcək, bir də burada amonimliklərimiz yoxdur, rahatlıqla bağlayıcı olduğunu tapmaq olur. Gəlirik şərt bağlayıcıları. Şərt bağlayıcıları əgər, hərgah, indiki, madam ki, bir halda ki, bu da olacaq şərt bağlayıcıları. Sonra üçüncü var güzəşt bağlayıcısı. Hərçənd ki. Bunun da amonimliyi yoxdur. Və sonuncu aydınlaşdırma.
ki, belə ki. Burada da yenə ki-nin amonimliyi var. Ki həm bağlayıcı ola bilər, həm də ədat ola bilər. Necə fərqləndiririk? Əgər cümlələr arasında gəlib cümlələri bağlayırsa, bağlayıcıdır. Və bağlayıcı olanda özündən sonra vergül qoyulur. Amma ədat sözlər arasında gələcək. Məsələn, deyirəm ki, mən ki gəlmişəm. Burada artıq sözlər arasında olduğuna görə ədatdır. Amma desən ki, gəldim ki, səni aparım. Burada artıq ki bağlayıcı olacaq. Deməli, bu da bağlayıcının ümumi məzmunu və amonimliklərindən bağlı. Durğu işarələrində ayrıca olaraq izah edəcəm. Bağlayıcı. İndi isə başlayırıq ədat bölməsindən. Deməli, ədat söz və cümlələrin təsir gücünü artıracaq. Ədat da köməkçilik hissəsidir. Yalnız qrammatik mənası var, suala cavab vermir, cümlə üzvü olmur. Məna növlərinə baxaq. Birinci başlayaq sual ədatlarından. Bəs, məgər, yəni, mı, bir də ki. Bu olacaq sual ədatları. Sual ədatlarında da amonimlikləri yazmayacağım. Çünki yəni və kinin amonimliyi var və bunları danışmışıq. Dedik ki, yəni əgər aydınlaşdırırsa bağlayıcıdır, yəni söz və cümləni izah edirsə. Amma sual məzmunudursa ədat olacaq. Kidə də yenə cümlələri bağlayırsa bağlayıcı, sözlər arasında gəlib qüvvətləndirirsə ədatdır. Sonra arzu ədatları var. Kaş, gərək, barı, təki. Kaş ki də, gərək ki də var, eyni şey olacaq. Sonra da burada barı sözü amonim deyil, amma isim kimi də işlənə bilər. Barı, bir var isim, bir də var ədat. Amma yanına yazıram amonim deyil. Çünki uzanmaya görə məna dəyişəcək. Çünki uzanmada fərq var. Birində barı belə olacaq, isim olduqda. Ədat olanda barı şəklində olacaq. Ona görə biz bunu amonim götürmürük. Amonim o vaxt olardı ki, yazılışı, deyilişi, tələffüzü eyni olsun. Sonra üçüncü qayda əmr ədatları. Di, qoy, bax, gör, sana, sənə, gəl sənə, gör sənə, bir də ha. Burada da baxdı, qoydu, gördü. Bunlar feil də ola bilər, ədat da ola bilər. Fərqləndirmək rahatdır. Əgər nə et, nə ondan sual vermişiksə, hərəkətimizdəki məzmundursa feildir. Deyirəm, kitabları yerinə qoy, filmə bax. Burada feildir. Amma desəm ki, qoy dərs oxuyaq, bu ədatdır. Amma biz ha-da diqqətli olmalıyıq. Ha həm əmr ədatı var, həm də qüvvətləndirici ədat var. Bunda fərqi necə olacaq? Əgər əmr şəkli feildən sonra gəlibsə, əmr ədatıdır. Əmr şəkli feildən sonra gəlsə əmr ədatıdır, qalan hallarda qüvvətləndiricidir. Əmr şəkli feildə demişik ki, özünə məxsus şəkilçisi yoxdur. Şəxs sonluqlarla yaranır, tutaq ki, mən gəlim, sən gəl, o gəlsin, bu formada gedəcək. Məsələn, desəm ki, yazsın ha, burada artıq əmrə gedəcək. Amma deyirəm ki, yazır ha, bu artıq qüvvətləndiricidir.
və ya kitabdır, ha, yenə də qüvvətləndiriciyə gedəcək. Sonra 4-cü qaydamıza baxırıq. Təsdiq və inkar. Hə, yox, bəli, xeyr, heç, heç də, bir də əsla. Bunlar da olacaq təsdiq və inkar. Bizim xeyr deyə ismimiz də var. O ədat deyil, isimdir və amonim götürmürük. Çünki yazılışa görə fərqlənənlər amonim sayılmayacaqdır. Sonra məhdudlaşdırıcı ədatlar var. Ancaq, yalnız, tək, təkcə, bir, bircə. Bunlar olacaq məhdudlaşdırıcı ədatlar. Amonimliklərdə danışmışıq. Ancaq demişik ki, bağlayıcı da var, ədat da var. Yalnızdan əvəz eləsək ədat, amma ilə əvəz eləsək bağlayıcıdır. Təki də qoşmada danışmışıq ki, bitişik yazılırsa qoşmadır, yalnızdan əvəz eləyiriksə ədatdır. Quş tək uçur deyəndə qoşmadır. Amma tək sənə güvənirəm deyəndə olacaq ədat. Bir sözündə yenə sayda demişik ki, əgər 2 ilə, 3 ilə, 4 ilə əvəz eləsək saydı, əvəz eləyə bilməsək ədatdır. 1 mən gəlmişəm deyəndə 2 mən gəlmişəm deyə bilmirik. Ona görə ədat olacaq. 6-cı dəqiqləşdirici. Olacaq elə, əsl, məhz. Burada da elənin amonimliyi var. Elə bir ədat ola bilər, bir də əvəzlik ola bilər. Ədat olanda necə, nə cür sualına cavab verir. Elə şagird, necə şagird, elə danışma, necə danışma. Amma əvəzlik yox, ədat olanda mənanı sanki dəyişir, təsir gücü artırır, çıxarda bilirik. Məsələn, deyirəm ki, elə mən də onu deyirəm. Biz burada sual verə bilmirik. Ona görə ədat olacaq. Ən sonuncu növümüzdə qüvvətləndirici ədatlardır. Qüvvətləndirici ədatlar nədir? Deməli, ən, lap, daha, olduqca, sonra axı, dadə, ki, ha, artıq, cacə, hətta, düz, belə. Bunlar da qüvvətləndiricidir. İndi amonimliklərinə baxaq. Ən, lap, daha, olduqca, axı bunların amonimliyi yoxdur. Dadənin amonimliyini biraz əvvəl dedik. Əgər sadalama yolunla gedirsə, bağlayıcıdır. Məsələn, dedik ki, alma da aldı. Artırsam ki, armud da aldı, tərəvəz də aldı, bağlayıcıdır. Amma yaz da, gəl da, danış da, belə də ədat olacaq. Kini dedik yenə cümlələr arasında gəlirsə bağlayıcıdır, mənanı qüvvətləndirirsə ədatdır. Bir də ədatda da biz bunu qüvvətləndirici də görürük, sualda da. Deyirəm, yazdı ki, bu sual ədatıdır. Amma deyirəm ki, mən ki sənə güvənmişdim, bu qüvvətləndiricidir. Hanı da biraz əvvəl dedik ki, əmr şəkli feildən sonra gələrsə əmr ədatı, qalan hallarda qüvvətləndirici ədatdır. Artıq sözdə, artıq tamah baş yarar deyəndə sifətdir. Necə tamah? Artıq tamah. Artıq da, bura gəlməyəcəm, bu ədat olacaq. Cacəni qoşmada danışmışıq ki, əgər görə ilə əvəz eləyə biliriksə, səbəb qoşmasıdır, ilə ilə əvəz eləyiriksə, bilgəlik vasitədir. Sonra kimi qədərlə əvəz eləyiriksə, bənzətmə müqayisədir. Dil bildirən sözlərə artırılırsa, leksik şəkilçidir. Cümlədən çıxarda biliriksə, ədatdır. Yaxşıca danışdım. Körpəcə uşaqlar, körpə uşaqlar, yaxşı danışdım deyə bilirik. Hətta da yenə biraz əvvəl dedik ki,
həmcins üzvlər arasında gəlirsə bağlayıcıdır. Qalan hallarda ədatdır. Düz sözü də yenə rahatdır. Sadəcə olaraq düz sözün isim olma məsələsinə görə yazıram. Düz isim ola bilər. Məsələn, deyirəm ki, mil düzü. Sonra sifət ola bilər. Düz söz. Zərf ola bilər. Düz danış. Feil ola bilər. Kitabları yerinə düz. Bir də ədat ola bilər. Deyirəm ki, düz bura gəl. Bu da oldu ədatla bağlı. Ədatda da bir dənə qeyd olaraq onu yadda saxlayaq ki, hə, yox, bəli, xeyir. Hər iki tərəfindən vergül qoyulacaq. Bunlar deməli yazırıq ki, vergüllä ayrılır. Yəni, hə, yox, bəli, xeyir. Əvvəldə gələrsə özündən sonra, ortada gələrsə hər iki tərəfdə, sonda gələrsə özündən əvvəl vergül qoyulacaq. Amma digərlərində durğu işarələri qoyulmayacaq. İndi başlayaq modal sözlərə. Modal sözlər danışanın fikrinə münasibət bildirəcək. Modal sözlərdə köməkçilik hissəsidir, leksik mənası yoxdur, yalnız qrammatik mənası var, quruluşca sadə və mürəkkəb ola bilər və mürəkkəb modal sözlər yalnız ayrı yazılır. Bunu qeyd kimi yazaq, çünki imtahana düşmüşdü. Modal sözlər ayrı yazılır. Sintaksisdə ara söz vəzifəsi daşıyır. İndi başlayaq modalın məna növlərinə. Birinci olaraq başlayır təsdiq bildirənlər. Təsdiq ikinci adı yəqinlikdir. Təsdiq yəni yəqinlik bildirənlər. Bura nələr aid olacaq? Əlbəttə, doğrudur, doğrusu. Düzdür. Düzü, doğrusu, həqiqətən, şəksiz, şübhəsiz, sonra təbii ki, bunlar olacaq təsdiq bildirənlər. Amonimliklərdə rahatda, yəni tapa bilərik, doğrudur, düzdür, düzdür. Məna cəhətdən tapa biləcəyik ki, sifətdirmi, yoxsa modal sözdürmü? Məsələn, deyirəm, danışdıqların doğrudur, sifət olacaq. Amma deyəcəm ki, doğrudur demişdi, amma mən inanmadım. Burada artıq modal olacaq. Sonra güman şübhə bildirənlər var. Güman şübhəyə nələr aid olacaq? Bəlkə, deyəsən, yəqin ki, olsun ki, görünür, görəsən, olmaya, yoxsa, ehtimal ki. Bunlar da olacaq güman şübhə. Güman şübhədə bir dənə yəqin ki də diqqətli olaq ki, yəqin ki ilə yəqinlik eyni şey deyil. Yəqinlik bildirən deyəndə təsdiq olanları götürəcəyik. Yəqin kini yəqinlik bildirənə aid eləmirik. Ayrı-ayrı növlərdir. Sonra bənzətmə müqayisə. Bənzətmə müqayisə qoşmada da var idi. Kimi, qədər, tək, can, daha doğrusu ca. Bu qoşmadaydı. Burada olacaq elə bil, sanki, bir də güya. Bunların ki forması da var. Elə bil ki, güya ki, eyni şeydir. Sonra dördüncü, sıra ardıcıllıq.
Məsələn, deyirik ki, birincisi, ikincisi, əvvəla artıra bilərik. Beşinci fikrin mənbəyi. Məncə, səncə, fikrimcə, zənnimcə. Bunu da artıra bilərik. Altıncı, təəssüf bildirənlər. Olacaq təəssüf, təəssüf ki, əfsus, əfsus ki, heyif, heyif ki. Yəni, bunu da artıra bilərik. Yedinci, ən sonuncumuz ümumiləşdirmə bildirənlər. Nəticə, ümumiləşdirmə. Nəticə ümumiləşdirməyə də aid olacaq. Ümumiyyətlə, axır ki, ilk öncə, xülasə, əlqərəz, müxtəsər. Bunlarda vurğu əvvələ düşür. Nəhayət, beləliklə, bir sözlə, demək. Bunlar da olacaq nəticə ümumiləşdirmə bildirənlər. Burada xülasədir, müxtəsərdir. Bunları biz amonim götürmürük. Çünki vurğu dəyişməklə mənası dəyişənlərdir. Bir dənə də qeyd olaraq deyirik ki, elə bil ki, sanki, bir də güya ki. Bunlarda vergül qoyulmayacaq. Yəni, nə əvvəl, nə sonra vergül olmur. Amma qalan modal sözlər hər iki tərəfdən vergüllə ayrılacaq. Nida mövzusuna baxırıq indi isə. Deməli, nida hiss həyəcan bildirəcək. Nida da köməkçilik hissəsidir. Leksik mənası yoxdur, suala cavab vermir, cümlə üsvu olmur, qurulurca sadə və mürəkkəb ola bilər. Sadə və mürəkkəbin yazılışını yadda saxlayaq. Necə yazıla bilər? Defisdən yazıla bilər, bir də ayrı yazıla bilər. Nidada deməli bölgü şərti gedəcək. Bu nə deməkdir? Yəni, bir nida müxtəlif növlərə aid ola bilər. Bölgüsü. Yəni, bir nida müxtəlif növlərə aid olar. Tutaq ki, ay nidasını mən çağırış kimi də işlədə bilərəm, sevinəndə də işlədə bilərəm ki, ay nə gözəl oldu, qorxanda da ay deyə bilərəm. Yəni, bölgü dəyişir. Sevinç bildirənlər var, kədər bildirən var, çağırış var, təəccüb var. Hamısı oxşar gedəcək. Yəni, necədir? Məna cəhətdən tapmaq rahatdır. Ona görə nida problem yaratmayacaq. Sadəcə növlərinə diqqət edək, amonimlərinə baxırıq. Amonimliklərində də hey nidasını yadda saxlayaq, isim və nida ola bilər. Heyim qalmayıb deyəndə isimdir. Bir də nida ola bilər. Desəm ki, hey sən bura gəl, burada artıq nida olacaq. Sonra vay sözü var. Vay yenə isim ola bilər. Bu ölüm anlamında deyir, vay sözü tutaq ki. Bir də nida ola bilər. Vay nəfsi oldu desək, nidadır. Sonra uy sözü var. Feil ola bilər, uymaq, bir də nida ola bilər. Sonra ox var, isim, bir də nida kimi. Deyirəm ki, ox nə qəşəng oldu, nidadır. Ox yaydan çıxıbdır, artıq isim olacaq. Ya var idi, yanı biraz əvvəldə danışmışdıq ki, bağlayıcı ola bildi. Bir də nida oldu. Sonra ay isim ola bilər, bir də nida ola bilər. Ay uşaqlar deyəndə nidadır, ay
yerin P2-dir desək, yanvar ayı burada artıq isim olacaq. Sonra oy, oymaq feil ola bilər, bir də nida ola bilər. Yenə ağ sözdə eyni qaydada. Axdı feil, ax nida olacaq. Sonra ah isim ola bilər, bir də nida ola bilər. Ahım var desək, ahı qalmışdı desək, nidadır. Amma ah nə pis oldu, ismə gedəcək. Sonra aman sözü var, yenə isim ola bilər. Düşmənə aman vermədilər, isimdir. Bir də nida ola bilər. Aman nə pis oldu desək, aman aman yardım edin desək, nida olacaq. Və nidada da vergül qoyulma qaydası var ki, nidalar cümlə daxilində sözlərdən vergülla ayrılacaq, amma sözün sonunda gələndə özündən sonra nidad işarəsi də qoyulur. Və onu yadda saxlayaq ki, çağırış nidası üstə gəl xitab olduqda vergül xitabdan sonra qoyulacaq. Məsələn, deyirəm ki, ay uşaq. Burada vergülü uşaqdan sonra qoyuruq. Bir də ey sözündən bağlı var ki, ey sözünü iki cür işlədə bilərik. Məsələn, desəm ki, ey sinif əhli. Bunu ey sinif əhli kimi də işlədə bilərəm. Bir də deyə bilərəm ki, ey sinif əhli. Bir də belə işlədə bilərik. Bu da olacaq nida ilə bağlı.